Soruşursunuz ki, qorxulu xəstəliyi olan qaraciyər sirozu hansı əlamətlərlə özünü göstərir? Bəli, hər hansı bir səbəbdən xronik qaraciyər xəstəliyi yaranıbsa, son mərhələ qaraciyər sirozudur. Qaraciyər sirozunun ümumi əlamətləri var ki, bu bütün başqa xəstəliklərdə də görə bilərik. Bir də özünə məxsus xüsusi əlamətləri var. Ümumi əlamətləri nələri deyə bilərik? Halsızlıq, tez yorulma, gücsüzlük, enerji düşüklüyü, iştahsızlıq, çəki azlığı, arıqlama və həmçinin mədə-bağırsaq sisteminə xarakterik olan ürək bulanma, qusma, köp şişkinlik, sağ qabırğanın altında ağrı, hansı ki bu əlamətlər başqa xəstəliklərdə də görülə bilir. Lakin özünə məxsus xüsusi əlamətləri var ki, bunlar mütləq diqqətə alınmalıdır. Gözün sklerasının saralması, dərinin rənginin saralması, sidiyin rəngində tütləşmə, nəcisin rənginin ağarması, həmçinin dəridə quruluq, dəridə səbəbsiz qaşınmalar, bundan başqa əlin içərisində, dərisində qızarmalar olur. Buna elmi dildə palmar eritem deyirik. Dəridə hörümçəyə bənzər ulduzcuqlar, dəri əlamətləri yarana bilir. Həmçinin xronik qaraciyər xəstəliyi zamanı dərinin rəngində çox hallarda pigmentasiya olur ki, bu da ən çox aşağı ətraflarda görünür. Bunlar ümumi olaraq hər kəsin ətrafdan görə biləcəyi əlamətlərdir və yaxınlarınızda gördünüzsə də mütləq həyəcan təbili salın, həkimə müraciət edin. Bir də qaraciyər sirozunun ağırlaşmış əlamətləri var ki, qarın boşluğunun böyüməsi, asitin, mayenin yığılması, qan qusma, bu zaman qida borusu damarından axan qanaxma nəticəsində olur ki, çox vaxt xəstələri itirə bilirik. Yəni bunlar artıq son mərhələlər. Və həmçinin bir də qaraciyər sirozunun beyin əlamətləri ola bilir ki, bu zaman xəstənin huşunda alaqaranlıq, yaddaş zəifliyi, yaxınlarını tanımama, qoyduğu əşyaların yerini unutma kimi şikayətlərlə bizə müraciət edirlər. Özünüzə və yaxınlarınıza diqqətli olun. Bu əlamətlər varsa, mütləq həkim mütəxəssislərə müraciət edin.